Hər kəsə salam. Bu günlər mən sizə necə trade elədiyimi, nə strategiyanı istifadə elədiyimi başa salacağam. Özüm əsas futures marketində trade eləyirəm. Yəni CFD-lər yox. Nasdaq, bir də S&P. Bu ikisində əsas trade eləyirəm. Strategiyam əsas volume profile üzərinə qurulub. Yəni volume profile'ı da başa salacağım sizə. Yəni tək lazım olacaq mənə bir şey volume profile. Volume profile'dan başqa ümumiyyətlə heç nə istifadə eləmirəm. Nə qədər sadə, bir o qədər yaxşı. Yəni ki, mən durub bura əlavə order flow tool'ları əlavə eləyim. Daha qarma-qarışıq eləsəm, daha da öz prosesimi çətinləşdirəcəm. Əgər bu strategiya mənə yaxşı win rate verirsə, mən normal bundan prop firmlər keçə bilirəmsə, payoutlar çıxara bilirəmsə, demək ki, buna nəsə əlavə eləmək lazım deyil. Biz çox vaxt insanlar təzə başlayanda strategiyasını istəyir ki, daha da çox əlavələr eləsin. Yəni ki, daha çox öyrənsin. Mən də birinci elə fikirləşirdim, amma axırda başa düşdüm ki, nə qədər sadə, bir o qədər yaxşı. Demək, volume profile nədir? Volume profile, məsəl üçün, bu fixed range volume profile'dır. Yəni ki, bunu tutalım, deyək, 7.30-dan saat indi 10.48-ə kimi çəkdik. Bunu bağlayayım bir saniyə. 10.48-ə kimi çəkdik. Bu volume profile bizə nəyi göstərir? Volume profile bizə göstərir ki, hər tutalım deyək, baxın. Qiymət buradan alış olduqca agresiv alıcılar, yəni burada pasiv satıcılar var da. Onun hamısını ayrıca videoda başa sala bilərəm. Gələcəkdə videolar çəksəm, daha dərinliklərə düşə bilərəm. Bu pasiv satıcıların alış əmrlərini dolduranda, tutalım deyək, burada 2 kontrakt varsa, bu həmin nöqtədə volume profile'da artmağa başlayır. Arta gedir. Qiymətin ən çox trade olunan hissəsi, məsələn, bax, görürsünüz, burası daha qabarıqdır, daha çox qabağa çıxıb. Bu əsas hissə. Demək ki, qiymət əsasən harada oynayıb? Burada oynayıb. Bunun settingsini girəndə görmək olar ki, value area volume 70%'dir. Bizə əsasən 70% lazım olacaq. Bunu nə azaldıb, nə çoxaltmaq lazım deyil. Əsas 70% demək, kontraktların alışları, satışları həmin bu bölgədə icra olunub. Bu həmin bu bölgədə icra olunduğuna görə bunun ən qabarıq hissəsi burası sayılır point of control'u. Yəni ki, qiymətin ən çox trade olunan hissəsi. Point of control. Qiymətin qalan 30%-i, indi mən dəqiq deyə bilmərəm. 15%-i buradadır, 15%i buradadır, ya 10'u buradadır, 20'si buradadır. Amma həmin o hissənin ən demək başlanğıcı qiymətin həmin yəni ki 70%'in üstündə olan hissəsi sayılır volume area high. Volume area high. Altda qalan hissəsi isə 70%'in altında qalan hissəsi sayılır volume area low. Burada yazdı volume area low. Volume profile yəni bu qədər. Yəni volume profile'da burada daha başa salınacaq. Başqa şey yoxdur. Əsas qabarıq hissəsi, ən çox trade olunan hissəsi point of control'u, 70%'in üzərində qalan hissəsi volume area high, altında qalan hissəsi isə volume area low. Nə deməkdir? Yəni deməkdir ki, bu hissəsi az trade olunub. Eynən bura.
qiymət yəni ki, maraq olmayıb həmin o nöqtələrə. İndi gələcəkdə əlbəttə ki, bu dəyişə bilər, amma hələ ki ora maraq yoxdur. Həm də ki bu yəni önəmli volume profile yeri deyil. Yəni 730-dan 1040. Yəni ki bu prosta həmin o saatda olan treytləri göstərir. Bəs mən necə istifadə edirəm, indi onu başa salım. Həmin bu tooldan. Ancaq 2 dənə volume profile var. Fixed range, bir də anchored volume profile. Anchored elə bil ki, anchored sözü özü o gəminin durması üçün o böyük, necə başa salım, o böyük metal olur, atırlar onu dənizin altına. Durur orada. Anchored o deməkdir, yəni durur yerində. Tutalım deyək, çəkdik bunu 732-dən. 732-dən qiymət hara kimi gedir, onun da arxasıca gedəcək. Amma bizə bu lazım deyil, çünki bundan istifadə eləmirik. Bizə lazım olacaq. Demək, ilk öncə həftəlik volume profilimizi çəkirik. Həftəlik o səviyyələri yazırıq. Demək, həftəlik çəkmək üçün 18 mart 3-cü gündür bugün. Biz həftəlik çəkmək üçün keçən həftənin bazar günündən, bazar günü market açılandan 5-ci günün market bağlanana kimi böyük bir volume profile çəkirik. Bu həm bizə o həftəlik səviyyələri göstərəcək. Demək, buradan gedirik, yavaş-yavaş. Həftə burada başlayıb, birinci gündən. Biz gedirik bazar günü market açılana keçən həftənin. Demək, hələ də burada baş göstəririk. Market Sunday 6 PM-də bizim başlayır həftəlik volume profilimizin başlanğıcı. Bu toolu götürdük, 6.00-da qoyduq, bunu aparırıq. Yox, anchored qoydum. Fixed range-i götürürük. Fixed range volume profile götürdük, 6.00-dan qoyduq. Bunu aparırıq 5-ci günün deyəcəm saat neçəyə kimi. Bunu yavaş dartıb aparırıq. Tam axıra kimi. Biraz vaxt aparan şeydir bu. Demək, çox getdim. Friday 4:49-a kimi. 4:49-a kimi aparandan sonra bizim böyük bir profilimiz yaranacaq. Bütün bu həftəlik qiymətin trade olunan yerlərində. Bu həmin profildə elə qabaqcadan yazırıq. Profil indi bir də başqa şey göstərim. Demək, sizdə əgər saat, bilmirəm, New York saatdır, ya bir çoxunuzda böyük ehtimal. New York saat olmayanlar buradan bunu basıb, buradan UTC -4 New York. Çünki saatları eyni olmalıdır. Mən göstərdiyimdən eyni olmalıdır. Sunday, bazar günü 6 PM-dən 4:59 5-ci günə kimi. Bu oldu həftəlik. Burada yazırıq həftəlik qiymətimiz. Həftəlik çəkəndən sonra indi bir dənə də saat şeyində şey başa salım. Burada girəndə bura Scales and Lines var. Bura girirsiniz. Buradan Time Hours formatı var, yəni saatlıq formatı göstərir. 12 saatlıq var, bir də 24 saatlıq var. 12 saatlığı seçin. Sizə bu saatları başa düşmək daha rahat olsun. PM-nə kimi. 5-ci günün 4:49 PM 59 PM-nə kimi də ki bizim həftəlik.
Həftəlik çəkəndən sonra da ki, xətt də götürsəz olsa sizə necə rahatdır. Mən horizontal line var, onu götürürəm. Həmin o volume area high-na qoyduq, məsəl üçün, xətti. Buradan yazırıq keçən həftənin. Keçən həftə deyəndə mən ingilis dilində yazıram. Sizə necə uyğundur, elə də yazın, siz özünüz başa düşəcəksiniz. Necə başa düşəcəksinizsə. Previous week volume area high. Keçən həftənin volume area high-ını çəkdik. Yəni eynisini point of control-unda da eləyirik. Bu olacaq previous week point of control. Eynisindəki volume area low ilə. Səviyyə olacaq previous week volume area low. Yəni bu qədər. Həftəlik qiymətlərimiz belə. Həftəlik qiymət çəkəndən sonra bizə lazım olacaq ikinci bir şey də var. Bugün 3-cü gündür. 3-cü gündürsə biz çəkəcəyik dünənin volume profilini. Dünənin volume profilini çəkmək üçün 9:30 AM-dən dünənin Tuesday idi məsəl üçün. Bugün Wednesday isə 3-cü gündürsə, dünənin ikinci günün 9:30-dan çəkirik. 3:59 AM-nə kimi. Burada tam dəqiq olmadı. 3:59 AM-nə kimi çəkdik. Bu oldu bizim dünənki səviyyələrimiz. Yenə eyni şeyi bayaqki kimi burada da səviyyələrimizi çəkirik. Oldu bu bizim dünənki previous day volume area high. Sonra previous day point of control. Və previous day volume area low. Bir saniye. Previous day volume area low. Bunu da çəkdik, bu da hazır. Yəni dünənin trade olunan əsas market açılışından bağlanana kimi əsas trade olunan hissəsini buranı niyə götürmürəm? Çünki burada görürsünüz ki, volatillik ölür. Yəni boş yerinə boş volume sayılır. Bunu da sildik. Bunun sizə rahat olması üçün rənglərini də dəyişsəz də olar. Bunu qoyaq sarı rəngdə, dünənkilər. Qoy keçən həftə hələ ağ rəngdə qalsın. Bunu sarı ilə çəkdik. Bir dənə də axırıncı şeyimiz. Axırıncı çəkəcəyimiz volume profile. Axırıncı yox. Üzr istəyirəm. 6:00 AM-dən, yəni market bağlandı. Təzədən yeni bir saat aralıq olur orada. Yeni bir seans açılır sabahki gün. 6 AM-dən bunu çəkirik market açılışına kimi. 9 AM-ə kimi. Bu oldu bizim sayılacaq overnight volume profilimiz. Bu da əsas volume profillərdən biridir. Bunu da çəkdik overnight. Overnight, yəni ki market bağlandıqdan sonra aralıq qalaraq Asiya sessiyası. Orada olunan tradeləri göstərir bizə. Bu yazırıq overnight volume area high. Rəngini dəyişək, bunu eləyək mavi. Overnight point of control'umuz. Bir də overnight volume area low. Axırıncı lazım olan bizə bir şey də ki, bu həmin bu əgər 9:30-u trade eləyiriksə, Asiya sessiyasını trade eləyəndə fərqli olur. Hamısını başa salacağım. 9:30 trade eləyiriksə, market 9:30-da açıldı, götürdük volume profilimizi çəkdik, qiymətində hardadır. Settingsindən də giririk, extend right açırıq.
Bir də əsas bu strategiyaya görə sizdə ilk dəfə çəkəcəksinizsə up-down olacaq. Burada volume-da çıxanlar. Bunun dəyişin total-ı. Bizə lazım olan total-dır. Bir də stildən də ki, yəni istədiyiniz rəngləri qoya bilərsiniz. Bir də bu row size-ı, yəni belə daha aydın görmək istəyirsinizsə, bunu biraz artırın. 1000, 5000, 6000 fərqi yoxdur. Orada kameram donmağa başladı. Həm kamera ekran donurdu. Ona görə başqa proqrama keçdim. Əsas bu səviyyələri çəkdik. Başa düşdük. Keçirik əsas strategiya. Strategiya nədən ibarətdir? Strategiya əsas bu səviyyələrə görə çəkdiyimiz həftəlik, günlük, overnight-ın səviyyələrinə görə dəyişir. Demək tutalım deyək ki, baxın burada gördüyünüz kimi qiymət market açılandan burada acceptance yarandı. Yəni qiymət burada consolidation elədi. Yəni ki satan üçün də bura uyğundur, alan üçün də bura uyğundur. Yəni ki, hər iki tərəfdən uyğun qiymətlər oldu. Amma sonra buradan satanlar başladı qiyməti daha da ucuz qiymətlərə gətirməyə. Ucuz qiymətləri gətirəndən sonra təzədən qiymət qalxdı. Burada gördünüz, overnight-ın point of controluna hörmət eləmədi. Biraz fırlandı, amma düşdü aşağı yenə. Düşdü, qalxdı. Baxın, buradan bizə əsas reaksiya lazımdır. Bura qalxdı, gözəl bir reaksiya göstərdi. Düşdü overnight-ın volume area low-una kimi, sonra təzədən yenə qalxdı. Düşdü yenə overnight-ın volume area low-una, yenə gözəl bir reaksiya göstərdi. Qalxdı overnight-ın point of controluna. Yəni bu qədər. Yəni bizə əsas lazım olan qiymət bura gələndə o bu göstərəcək. Buradakı qırmızı candle var, reaksiyası. Bizə nə lazımdır? Burada reversal axtarırıqsa. Bizə lazımdır sellerləri görək, sellerlərin reaksiyasını göstərək ki, doğrudan da bu qiymətdən satmaq istəyirlər. Burada məsəl üçün girsək, bu reaksiyanı göstərəndən sonra buradan götürdük. Belə bir stop qoyduq. Buradakı volume area low-a kimi. Stopdakı təxminən bir balaca həmin o yerin üstünə qoya bilərsiniz. Yəni 1.5-ə burada bir trade var idi. Və yaxud təzədən bura qayıtdı, volume area low-a. Buradan gördünüz necə yenə reaksiya verdi. Alıcılar yəni maraq göstərdi. Burada yenə götürmək olardı. Belə qoydunuz. Overnight point of control-a kimi, stopunuzdakı təxminən bura kimi qoydunuz. Yenə 1.5-ə yenə bir trade götürmək olardı. Əsas yəni bundan asılıdır. Qiymətin necə reaksiya göstərəcəyindən asılıdır. Bir də bəzi yəni tək reversal deyil. Yəni buradan continuation-a da baxmaq olar. Əgər tutalım deyək ki, qiymət gəlirsə, qiymət gəldi, buranı vurdu keçdi, burada gördüyümüz kimi. Buranı belə keçdi. Təzədən qayıdıb bura retest eləsə, bu həmin bu yeri, overnight point of control-u. Retest elib gözəl bir reaksiya göstərsəydi, qiymət əsas gəldi bura, qalxmağa başladı. Alıcılar güclü reaksiya göstərdi. Yenə buradan girmək olardı. Continuation kimi. Reversal yox, həmin yerdən retest eləyib təzədən götürmək olardı. Amma burada elə eləmədi. Burada reaksiya göstərmədi. Bura gəldi, dayandı burada, sonra təzədən yenə düşdü aşağı volume area low-una kimi. Demək ki, buradan trade götürə bilməzdik. Yəni bu qədərdir. Yəni burada yəni başqa qeyri-adi heç nə yoxdur, ancaq səviyyələrə görə reaksiyalara baxmaq. Onlara uyğun trade götürürəm, başqa heç nə. Yəni sırf bunlarla hesabda keçmək olar. Payoutlar da çıxarmaq olar. Yəni ki, çox belə sadə bir şeydir. Özünüz oturub biraz yoxlasaz, demo hesabda götürsəz, özünüz yəni görəcəksiniz. Əsas yəni ki, təcrübədən asılıdır. Yavaş-yavaş daha çox trade elədikcə daha yaxşı başa düşəcəksiniz. Kiminsə nəsə sualı olsa, aşağıdan Telegramımı, TikTokumu, bir də WhatsAppımı qoyacağam.
Kimsə nəsə sual olsa, yəni buyursun, versin. Yəni ki, görsəm cavab yazacağam. Mən bu qədər.